Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Sınaqlara qaldığımız yerdən davam edirik. Dördüncü sınağa baxırıq. Dördüncü sınaq atmosfer mövzusu ilə bağlıdır. Birinci suala baxırıq. Xəritə sxemə əsasən sutkalıq temperatur amplitudunun az və çox olduğu əraziləri müəyyən edin. Sutkalıq temperatur amplitudu əsasən ekvatorial və qütb qurşaqlarda az olur. Çox olduğu ərazilər quraq ərazilər, yəni tropik iqlim qurşağında yerləşən quraq ərazilərdə sutkalıq temperatur amplitudu azdır. İndi gəlin baxaq. 1-ə uyğundur, deməli 1 ekvatorial iqlim qurşağında yerləşir. 4 də ekvatorial iqlim qurşağında yerləşir. Sutkalıq temperatur amplitudu azdır. 1, 4, bir də 6 qütb zonasında yerləşir. Sutkalıq temperatur amplitudu azdır. 1, 4, 6 1-ə getdi. 2-yə tropik iqlim qurşağının quraq əraziləri 2, 3, hansı ki bunlar səhradırlar. 5 də həmçinin tropik iqlim qurşağının səhra zonasıdır. 2, 3, 5 hər üçündə də sutkalıq temperatur amplitudu çoxdur. 2-yə 2, 3, 5 birin cavabı oldu B variantı. İkinci suala baxırıq. Uyğunluğu müəyyən edin. 1. İl boyu, gəlin bunu burada yazaq. 1, 2, 3. 1, 2, 3. İl boyu alçaq atmosfer təzyiqi müşahidə olunur. Deməli, 1-ə baxırıq. Malakka yarımadası. Deməli, burada bəli, il boyu alçaq atmosfer təzyiqi müşahidə olunur. 1-1-ə getdi. Sonra Hindistan yarımadası. İkinciyə baxırıq. Yayda alçaq atmosfer təzyiqi müşahidə edilir. Bəli, bu Hindistan yarımadasına aiddir. Çünki Hindistan yarımadası subekvatorial iqlim qurşağında yerləşir. Yayda ekvatorial hava kütlələrinin təsiri altında olduğu üçün alçaq atmosfer təzyiqidir. Deməli, 2 getdi 2-yə. 3-ə baxırıq. Pireney yarımadası. Pireney yarımadası subtropik iqlim qurşağında yerləşir. Yayda tropik hava kütlələrinin təsiri altındadır. Qışda mülayim hava kütlələrinin təsiri altında olduğu üçün qışda alçaq atmosfer təzyiqi hökm sürür burada. Deməli, 3-ə aid olacaq. Qışda alçaq atmosfer təzyiqi müşahidə olunur. 3 getdi 3-ə. Sonra 4. Cape York yarımadası subekvatorial iqlim qurşağında yerləşir. Yayda ekvatorial hava kütləsi hakim olduğu üçün, yəni alçaq təzyiq olmuş olacaq. Yəni 4 də getdi 2-yə. Yayda alçaq atmosfer təzyiqi müşahidə olunur. 4. Kiçik Asiya yarımadası subtropik iqlim qurşağında yerləşir. Yayda tropik, qışda mülayim hava kütlələrinin təsiri altındadır. Buna görə də qışda alçaq atmosfer təzyiqi müşahidə olunacaq. Deməli 3 də getdi, 5 də getdi 3-ə. Variantlara baxırıq. 1-ə 1, 2-yə 2, 4, 3-ə də 3, 5. 2-nin cavabı Y variantıdır. Üçüncü suala baxırıq. Muson küləklərinin təsirinə məruz qalan ölkələr. Muson küləkləri bildiyimiz kimi Cənubi, Cənubi-Şərqi Asiya, Şərqi Asiyada olan küləklərdir. Deməli, A variantına baxırıq. Rusiya ola bilər, Çin, bəli, Monqolistan variantı pozur. B variantına baxırıq. Çin, bəli, ola bilər, İndoneziya həmçinin ola bilər, Avstraliya variantı pozur. C variantına baxırıq. Filippin, bəli, muson küləklərinin təsiri altındadır. Yaponiyada həmçinin, Koreyada həmçinin Şərqi Asiya ölkələri olduğu üçün bunlar muson küləklərinin təsiri altındadır. Filippində Cənub-Şərqi Asiya ölkəsidir. Deməli, 3 C variantıdır cavab. 3-cü cavabı C variantıdır. 4-cü suala keçirik. Cədvələ əsasən doğru bəndləri müəyyən edin. 1 Dekan yaylası, 2 Braziliya yaylası, 3 Böyük su ayrıcı, 4 Küraraz ovalığı, 5 Dragon dağları, 6 Mississippi. Baxırıq, burada həm oxşar cəhətlər qeyd olunub, həm fərqli cəhətlər. Yəni, burada verilənlər oxşar xüsusiyyətlər olmalıdır. Burada verilənlər fərqli xüsusiyyətlər olmalıdır. Gəlin, baxaq görək 1-ə. Bir də nə deyir? 1 və 2-dən danışır. Yəni, Dekan yaylası və Braziliya yaylasından danışır. Deyir, oxşar cəhətləri keçid iqlim qurşağında yerləşmələridir. Bəli, subekvatorial iqlim qurşağında yerləşdiyi üçün oxşar xüsusiyyətdir bu. Yağıntılı dövr iyun-avqust aylarıdır. Bəli, subekvatorial iqlim qurşağında yayda ekvatorial
hava kütləsi hakimdir. Yəni yay, iyun, avqust aylarına düşür. Ona görə də yağıntılı dövrdür. Bu əsasən fərqlənir şimal və cənub yarımkürəsində. Çünki şimal yarımkürəsində subekvatorial iqlim qurşağında yay, iyun, avqust aylarıdır. Bu Dekan yaylasına aid olan xüsusiyyətdir. Braziliya yaylası cənubda yerləşdiyi üçün, cənub subekvatorialda olduğu üçün yağıntılı dövr qış aylarına təsadüf edəcək. Yəni ona görə şimalda yay olanda cənubda qış olur da, bildiyimiz kimi əksinə olur. Ona görə bu fərqli xüsusiyyətdir. Yəni yağıntılı dövr iyun, avqust ayları sadəcə Dekan yaylasına məxsus xüsusiyyətdir. Yəni düzgün cavabdır bu əslində. Bu fərqli cəhətlər sırasındadır. Ona görə biri götürürük. Bir doğru cavablar arasındadır. Yazaq bura 1. İkinciyə baxırıq 4 və 6. 4 Küraraz ovalığı, Missisipi ovalığı. Deməli yay isti, quru, qışı isə rütubətli və mülayim keçir. Bu oxşar xüsusiyyətdir. Sonra yayda enən, qışda qalxan hava kütlələri daxil olur. Bu da oxşar xüsusiyyətdir. Hər ikisinə aiddir, amma bizdən fərqli xüsusiyyəti soruşduğu üçün bu variantı götürmürük. Çünki hər ikisi də oxşar xüsusiyyətlərdir. Hər ikisinə də aiddir. İkinci variantı götürmürük. Üçüncüyə baxırıq. 3 və 5. Böyük su ayırıcı dağları, bir də Draqon dağları. Deməli, sahillərində rütubətli tropik iqlim vilayəti formalaşır. Bəli, bu hər ikisinin oxşar xüsusiyyətidir. 3 iqlim qurşağında yerləşir. Bu da fərqli xüsusiyyətdir. Ona görə götürürük. 3-ü götürəcəyik. Böyük su ayırıcı dağları 3 iqlim qurşağında yerləşir, onu da qeyd edim. Yəni 3 iqlim qurşağında yerləşən böyük su ayırıcı dağlarıdır. Draqon dağları deyil, yəni fərqli xüsusiyyət olaraq böyük su ayırıcı dağlarının fərqli xüsusiyyəti verilib, onu da qeyd edim. Dördüncüyə baxırıq 1 və 4. 1 və 4 bir Dekan yaylasıdır, 4 Küraraz ovalığıdır. Tropik hava kütlələrinin təsirinə məruz qalırlar. Bəli, hər ikisi də tropik hava kütləsinin təsiri altında olurlar. Bu oxşar xüsusiyyətdir. Çay, çəltik kimi isti və rütubət sevən bitkilər becərilir. Bu aiddir Dekan yaylasına. Küraraz ovalığına aid deyil, yəni fərqli xüsusiyyət kimi verilib. Ona görə də biz bu cavabı götürürük. 4 uyğundur bir də. Deməli, digər varianta baxmırıq. Artıq variantlarımızı seçmişik. 1, 3, 4 olacaq cavab. 1, 3, 4. 4-ün cavabı A variantıdır. 5-ci suala baxırıq. Cədvələ əsasən düzgün olmayan sıraları müəyyən edin. 1. Konqo çökəkliyi. Passatlar hökm sürür. Bəli, Konqo çökəkliyində daimi küləklərdən olan passatlar hökm sürür. 1 doğru cavabdır. Biz 1-i götürməyəcəyik. 2-yə baxırıq. Kaliforniya yarımadasında deyir, qərb küləkləri hökm sürür. Xeyr, bu səhv cavabdır. Ona görə 2-ni götürürük. Bizdən də düzgün olmayanı soruşur. 2. Filippin adalarında deyir, qərb küləkləri hakimdir. Xeyr, bu da səhv cavabdır. Filippin adalarında passatlar hökm sürür. Ona görə 3-ü də götürürük. 2, 3. Qrenlandiya adası şimal-şərq küləklərinin təsiri altındadır. Bəli, düzgün cavabdır. 4-ü götürməyəcəyik. 5. Bretan yarımadası qərb küləklərinin təsiri altındadır. Doğru cavabdır. Ona görə 5-i də götürmürük. Böyük Britaniya adası passatlar hökm sürmür Böyük Britaniya adasında. Ona görə bunu da götürürük. Bizdən də düzgün olmayan sıralar deyirdi. 2, 3, 6. 5-in cavabı 2, 3, 6 D variantıdır. Keçdik 6-cı suala. 2 iqlim qurşağında yerləşən ada dövlətlərini müəyyən edin. A variantına baxırıq. Madaqaskar bəli 2 iqlim qurşağında yerləşir. Böyük Britaniya 1 iqlim qurşağında yerləşir. Variantı pozur, A-nı götürmürük. B variantına baxırıq. Kuba
2 iqlim qurşağında yerləşmir, 1 iqlim qurşağında yerləşir. B variantında götürmürük. C. Yaponiya bəli 2 iqlim qurşağında yerləşir. Lakin Burne 2 iqlim qurşağında yerləşmir. Ona görə biz C-ni də götürməyəcəyik. D-yə baxırıq. Yaponiya 2 iqlim qurşağında yerləşir. Madaqaskar adası da həmçinin 2 iqlim qurşağında yerləşir. Şri-Lanka adası da həmçinin 2 iqlim qurşağında yerləşir. 6-nın cavabı D variantıdır. 7-ci suala baxırıq. Sxemdə B məntəqəsində atmosfer təzyiqi 360 mm-dir. Kəsmə yüksəkliyi müəyyən edin. Biz bilirik ki, dəniz səviyyəsində normal atmosfer təzyiqi 760 mm-dir. Ona görə biz kəsmə yüksəkliyi asanlıqla tapa bilərik. 760-dan 360-ı çıxarıq. O da edəcək 400 mm. Yəni 400 mm fərq var, təzyiq fərqi var. Onu da hündürlüyə çevirmək üçün biz ona vurmalıyıq. Niyə? Çünki yer səthindən 10 metr yuxarı qalxdıqca hər 10 metrdə təzyiq 1 mm civə sütuna aşağı düşür. Ona görə biz hündürlüyü tapmaq üçün 400-ü vuracaq ona. O da edəcək 4000 metr. 4000 metr hündürlük fərqi var. Aradakı boşluqları saysaq 1, 2, 3, 4, 5 boşluq var. 4000-i də 5-ə bölərik. Kəsmə yüksəkliyimizi taparıq neçə? 800 metr. 7-ci cavabı C variantıdır. 8-ci suala baxırıq. Cədvələ əsasən doğru sıraları müəyyən edin. 1-ə baxırıq. Subarktik iqlim qurşağı Jutlandiya yarımadası. Bu səhv cavabdır. Çünki Jutlandiya yarımadası mülayim iqlim qurşağında yerləşir. 1-i götürmürük. 2. Mülayim kontinental Şərqi Avropa düzənliyi. Bəli, Şərqi Avropa düzənliyi mülayim kontinental iqlim qurşağında yerləşir. Taxılçılıq, kartofçuluq da həmçinin Şərqi Avropanın təsərrüfat sahəsidir, inkişaf etmiş. 2-ni götürürük. 3. Subtropik kontinental Turan ovalığındadır. Bəli, Turan ovalığında pambıqçılıq, qoyunçuluq inkişaf edib. Doğru cavabdır. 2, 3. Tropik dəniz Kuba adası. Bəli, Kuba adasında tropik dəniz iqlimdir. Lakin şəkər çuğunduru deyil burada inkişaf edən, şəkər qamışı olmalı idi. Ona görə biz 4-ü götürmürük. 5-ciyə baxırıq. Subekvatorial iqlim qurşağı Hindiçin yarımadası. Bəli, Hindiçin yarımadası subekvatorial iqlim qurşağında yerləşir və şəkər qamışı və çay inkişaf etmiş sahələridir. 2, 3, 5, 8-in cavabı Y variantıdır. 9-cu suala baxırıq. Buxarlama və buxarlanma qabiliyyəti arasında fərqin böyük olduğu yarımadaları müəyyən edin. Buxarlama və buxarlanma qabiliyyəti arasındakı fərqin böyük olduğu ərazilər quraq ərazilərdir. Yağıntıların az düşdüyü ərazilərdir. Bu səhralara uyğun gəlir. Deməli, 1-i götürməyəcəyik, Hindistanı götürmürük. 2 Kaliforniya, bəli, götürəcəyik, fərq böyükdür. Skandinaviyanı götürmürük, Floridanı da götürmürük. Quraq ərazilərdən olan 2, 4, 6 bunlarda, bu ərazilərdə fərq böyükdür. 9-un cavabı A variantıdır. 10-cu suala keçid alırıq. Dağın ətəyində 720 metr hündürlükdə temperatur 25,2 dərəcə Selsi, zirvədə -2,4 dərəcə Selsi olarsa, dağın mütləq və nisbi hündürlüyünü müvafiq olaraq müəyyən edib yazın. Gəlin əvvəlcə biz 720 metr hündürlükdəki temperaturla zirvə arasındakı temperatur fərqini hesablayaq, görək neçə dərəcə temperatur fərqi var. Bunun üçün nə edəcəyik? 25,2-ni 25,2 dərəcəni üstünə gələcək 2,4 dərəcə. O da edəcək neçə? 27,6 dərəcə fərq var. Temperatur fərqi var. Deməli, 27,6 dərəcəndə nə edəcəyik? Bölərik 6-ya. Niyə bölürük? Çünki hər 1000 metrdə temperatur 6 dərəcə aşağı düşür. Ona görə biz bunu 6-ya bölərik, taparıq. Yəni hündürlüyü tapmış olarıq. 27,6-nı gəlin bölək 6-ya. O da edəcək neçə? 4,6. 4,6-nı da biz 1000-ə vurmalıyıq hündürlüyü tapmaq üçün. Çünki bayağı dedik ki, 1000 metrdən bir 6 dərəcə düşür. Ona görə də olacaq 4600 metr.
Yəni 720 bu oldu mütləq hündürlük, yox, mütləq hündürlük deyil, bu uje nisbi hündürlük olacaq. Biz nisbi hündürlüyü tapdıq, 4600 metr. İndi mütləq hündürlüyü tapacağıq. Mütləq hündürlük dəniz səviyyəsinə hesablanan hündürlük olduğu üçün biz deməli 720-nin də üstünə 4600 gəlsək, mütləq hündürlüyü də taparıq. 4600 üstə gəlinsin 720. 5320 metrdə mütləq hündürlüyümüzdür. C variantı doğru cavabdır. 11-ci suala baxırıq. Dağ tundra iqlim tipinin yayıldığı ərazilər. Azərbaycanda dağ tundra iqlimi 2700 metrdən yüksək ərazilərdə yayılıb. Ona görə 2700 metrdən yüksək olan əraziləri götürürük. 1 götürə bilərik, 1. Sonra 4-ü götürə bilərik, bir də 3-ü götürə bilərik. 1, 3, 4 doğru cavablar arasındadır. B variantı. 4 Naxçıvanın yüksək dağlığıdır, 1 Böyük Qafqazın yüksək dağlığıdır, 3 də Kiçik Qafqazın yüksək dağlığıdır. 11-ci cavabı B variantı. 12-ci suala baxırıq. Yer kürəsinin sxemdəki vəziyyətinə əsasən tropik və ekvatorial hava kütlələrinin hakim olduğu akkumulyativ düzənlikləri müəyyən edin. Akkumulyativ düzənliklər dediyimiz üçün biz variantlara baxırıq. Burada yaylalarda verilib, onları götürməyəcəyik. Çünki yaylalar akkumulyativ düzənliklər deyil. Baxın, Dekan yaylası və Anadolu yaylası onlar sıradan çıxdı. Çünki akkumulyativ düzənliklər deyil. 3-ü 4-ü biz variantlar arasında çıxardırıq. B-si uyğun deyil. Qaldı digər düzənliklər. Bəli, akkumulyativ düzənliklərdir. İndi gəlin baxaq bizdə nə verilib burada. Deməli, bu sxemdə yer kürəsinin vəziyyətinə görə biz görürük ki, şimal yarımkürəsində yay gündönümüdür. Niyə görə? Şimal yarımkürəsi daha çox işıqlanıb, yaydır burada. İndi gəlin baxaq, deyir tropik hava kütləsinin təsiri altındadır. 1. Tropik hava kütləsinin təsiri altında olacaq Missisipi və Küraraz. Niyə? Çünki subtropik iqlim qurşaqlarında yerləşirlər. Yayda tropik hava kütlələrinin təsiri altındadırlar. 1-ə 1 və 5 aiddir. 2-yə də ekvatorial Hinqang və Orinoco. Hər ikisi də subekvatorial iqlim qurşağına yerləşir və yayda ekvatorial hava kütlələrinin təsiri altındadırlar. 12-nin cavabı deməli A variantı oldu. 13-cü suala baxırıq. Uyğunluğu müəyyən edin. İndi burada bizə diaqramlar verilib, xüsusiyyətlər verib. Gəlin birbaşa xüsusiyyətlərə baxaq, ona uyğun təyin edək. Birdə nə deyilir? Deməli, bura yazaq 1, 2, 3. Burada yazaq 1, 2, 3. Birdə nə deyir? İl boyu isti, yay rütubətli, qış quru. Baxaq görək diaqrama. İl boyu isti deyir. Birinci diaqrama baxırıq. Yox, il boyu isti deyil. Niyə görə? Yanvar ayının temperaturu 10 dərəcədən aşağıdır. Yay ayının temperaturu yüksəkdir. Yəni il boyu isti deyil. Bir getdi, birə uyğun deyil. Sonra birə il boyu isti dediyi üçün bu diaqramda sıradan çıxdı. Çünki yayda, qışda görürsünüz temperatur 0 dərəcəyə qədər düşüb. İl boyu isti deyil. Baxırıq bura. Burada bəli, il boyu istidir. Görürsünüzmü? Diaqramda 20 dərəcədən 30 dərəcəyə qədər, yəni il boyu isti temperaturdur. Ona görə deməli 1 getdi 3-ə. 1 getdi 3-ə. Bura aiddir 1. İl boyu isti, yay rütubətli, qış quru. Görürsünüzmü? Yay rütubətlidir, yəni yağıntılar çoxdur, qış quraqdır həqiqətən də. Qışda yağıntıların miqdarı azalıb. İndi baxaq görə ona uyğun şəhərlər də seçməliyik biz. Hansı şəhərlər ola bilər? İndi gəlin baxaq. Baxırıq, A-da Dakar deyir. Bəli, Dakar uyğundur buna. A-nı götürəcəyik, yazırıq bura. A. Madrid. Madrid subtropik iqlim qurşağında yerləşir. İl boyu isti deyil. Şanxay, Şanxayı da götürmürük həmçinin. Hanoyu götürəcəyik. D. Bura yazaq. D. Sonra indi keçirik Afinanı da götürmürük.
İkinciyə, yay isti quru, qış mülayim və rütubətli. Bu hansı iqlim qurşağıdır? Subtropik iqlim qurşağıdır. Çünki subtropik iqlim qurşağında yayda tropik, qışda mülayim hava kütlələrinin təsiri altındadır. İndi gəlin baxaq görək 2-yə hansı uyğundur. Baxırıq, birinci diaqram uyğundur. Niyə? Yayda tropikdir, yağıntılar azalıb, quraq dövrdür, qışda mülayim hava kütlələrinin təsiri altındadır, yağıntılar artıb. Deməli, 1-ə 2 aid olacaq. Bura yazırıq 2. Buna uyğun biz şəhərləri seçməliyik. Madrid, bəli, Madrid subtropik iqlim qurşağında yerləşir. Yazırıq bura B. Sonra bir də Afina Yunanistanın paytaxtıdır. Subtropik iqlim qurşağında yerləşir. Y də bura getdi. Digəri də yay isti və rütubətli, qışı mülayim və quru. Buna da uyğundur 3. Bu da olacaq subtropik musson. Çünki yayda yağıntılar artıb gördüyümüz kimi. Subtropik iqlim qurşağının musson olan tipidir. Bu da bayaq deməyi unutdum. Aralıq dənizidir. Subtropik iqlim qurşağının Aralıq dənizi tipidir. Aralıq dənizi iqlim tipi. Deməli 2-yə uyğun oldu neçə? 3. Ona uyğun olan şəhərdə tapırıq. Şanxaydır. Şanxay subtropik musson. İndi baxa bilərik variantlara. 1-ə aid oldu 2, B-yi. 2-yə aid oldu 3C. 3-ə aid oldu 1A, D. A variantı. Doğru cavab A variantıdır. 14-cü suala baxırıq. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. A-dan B-yə, C-dən D-yə biz seçəcəyik ki, hansı iqlim tipləri var. Gəlin bunu burada yazaq. 1, 2, 3. 3. Qışın mülayim keçən yarım səhra və quru çöl iqlimi. Bu C-dən D-yə olan yerə gedəcək, yəni 2-yə aiddir. Deməli, 1 getdi 2-yə. Sonra qışı quraq keçən mülayim isti iqlim. Bu hər ikisinə aid olan xüsusiyyətdir. Hər ikisində də qışı quraq keçən mülayim isti iqlim var. Deməli 2 getdi bura. Dağ tundra iqlimi də həmçinin hər ikisində var. Yazırıq 3. Yağıntıları bərabər paylanan mülayim isti iqlim buradadır. Ona görə 1, 4, 1-ə gedəcək. Sonra bütün fəsillərdə bol rütubətli soyuq iqlimdə bu ərazidədir. 5 də getdi 1-ə. Sonra bütün fəsillərdə bol rütubətli soyuq iqlim bunu dedik. Qışı quraq keçən soyuq iqlim. Bu da 2-yə xas olan xüsusiyyəti buradadır. Ona görə deməli 6-da getdi 2-yə. 6-da getdi 2-yə. Amma variantlara baxırıq, bunlar yoxdur. Cavablar, doğru cavab bunlardır. Amma variantlarda səhvlik var. Heç bir variant uyğun gəlmir. Bu test tapşırığının cavabı səhv verilib. Burada böyük ehtimal, mən elə fikirləşirəm ki, amma yox, yəni səhvdir. Deyirdim, bəlkə bunların yerini dəyişiblər. Çünki burada belə, yəni heç cür uyğun deyil. Cavabı, 14-cü cavabın Y variantı veriblər. Y variantı. Amma yəni heç cürə mümkün olmayan variantdır. Deyirlər 1-ə 1, 6 necə olmuş ola bilər? Qışın mülayim keçən yarım səhra və quru çöl iqlimi burada necə olmuş ola bilər? Yoxdur burada, yəni səhvdir. Cavablar budur. 1-ə 4 və 5 uyğundur. 2-yə 1 və 2. 3-ə də hər ikisinə xas olan xüsusiyyətdə 2, 3-dür. Belə, yəni bu burada səhv qeyd olunur. Keçdik 15-ci suala. Xəritə sxemə əsasən uyğunluğu müəyyən edin. Yağıntıların illik miqdarını verib 2000-3000 mm, 500.000, 100, 250. Yenə bunu da yazaq. 1, 2, 3.
Deməli, baxırıq. 2000-3000 millimetr yağıntıların düşdüyü ərazilər 2 və 5-dir. Yazırıq 1-ə 2 və 5. 2, 500 1000 millimetr. 500 1000 millimetr olacaq 3, bir də 1. 1 və 3. Quraq ərazilərdə yağıntılar az düşüb. Bu da səhralara xas xüsusiyyətdir. Səhralarda 4 və 6 quraq ərazilərdir. Deməli, burada 4 və 6 səhra və yarım səhra zonalarıdır. Variantlara baxaq. 1-ə 2, 5, 2-yə 1, 3, 3-ə də 4, 6. Variantlara baxaq, görək hansıdır? 15-in cavabı C. 1-ə 2, 5, 2-yə 1, 3, 2-yə də 4, 6. Keçdik 16-cı suala. İqlim şəraitinin kontinentallığının artmasına görə şəhərlərin doğru ardıcıllığını müəyyən edin. Okeanlardan uzaqlaşdıqca bildiyimiz kimi kontinentallıq artır. Okeana yaxın olan şəhər Oslo birinci qeyd edəcəyik. Sonra Praqa, Çexiyanın paytaxtı Praqa 3. Getdikcə quraqlıq artır. Mərkəzə doğru getdikcə, materikin mərkəzinə doğru getdikcə, okeanlardan uzaqlaşdıqca quraqlıq artacaq. 4 Ufa götürürük. Başqırtıstanın paytaxtı. Ulanbator Monqolistan paytaxtıdır. Burada da yenə kontinental iqlimdir. Ən kontinentalı 2 olacaq. Deməli 1, 3, 4, 2 variant 16-cı cavabı A variantıdır. 17-ci suala baxırıq. Azərbaycan ərazisinə daxil olan hava kütlələrinin yaratdığı hava şəraitinə görə doğru sıraları müəyyən edin. Deməli, dəniz arktik daxil olan zaman hava kütləsi temperatur azalır. Bəli. Yağıntı artır. Bəli. Biri biz götürəcəyik. Doğru cavab kimi. 1. 2-yə baxırıq. Kontinental arktik. Kontinental arktik hava kütləsi daxil olan zaman temperatur azalır. Yəni, burada artır yazıb. Deməli, bu səhv cavabdır. Temperatur azalır. Sonra mülayim dəniz hava kütləsi daxil olan zaman temperatur azalır, yağıntı artır. Bəli, bu düzgün cavabdır. 3-ü də götürürük. Mülayim kontinental hava kütləsi daxil olan zaman deyir yağıntı artır. Xeyr, bu səhv cavabdır. Yağıntılar artmır, azalır, quraq dövr olur. 4-ü götürmürük. Cənub siklonları daxil olan zaman temperatur azalır, yağıntı artır. 5-i də götürəcəyik. Doğru cavabdır. Tropik hava kütləsi daxil olan zaman temperatur artır. Bəli, yağıntı artmır, əksinə quraqlıq yaranır. 6-nı da götürmürük. 1, 3, 5 doğru cavabdır. 17-ci cavab A variantı. 18-ci suala baxırıq. Eyni iqlim qurşağında yerləşən ölkələri müəyyən edin. Rusiya, Almaniya götürmək olar. Bəli, Portuqaliya, amma variantı pozur. Eyni iqlim qurşağında deyirlər. Portuqaliya subtropikdədir. Almaniya, Rusiya. Rusiya ümumiyyətlə bir neçə iqlim qurşağında yerləşir. Almaniya mülayim. Yəni A variantı düzgün cavab deyil. B variantına baxırıq. Bruney, Myanma, Gabon. Bruney ekvatorial iqlim qurşağındadır. Myanma subekvatorialdadır. Variantı pozdu. B-ni götürmürük. Polşa, Kanada, Nikaragua. Polşa, Kanada bəli götürə bilərik, amma Nikaragua variantı pozur. Rütubətli tropikdədir. D. Kamboca, Kenya, Panama. Kamboca və Kenya və eyni zamanda Panama eyni iqlim qurşağında yerləşir. Ona görə biz D-ni götürürük. 18-in cavabı D variantıdır. 19-cu suala baxırıq. Doğru bəndi müəyyən edin. Azərbaycan ərazisinin çox hissəsində mülayim dəniz iqlim tipi formalaşıb. Xeyr, bu səhv cavabdır. Azərbaycan ən çox subtropik iqlim qurşağında yerləşir. Qismən mülayim. B variantına baxırıq. Subtropik iqlim qurşağının daxili rayonlarında yay isti quru, qış soyuq keçir. Bəli, B variantı düzgün cavabdır. Digər variantlara da hər ehtimala qarşı baxarıq. Materiklərin şərq sahillərində passatların təsiri ilə quraq iqlim yaranır. Xeyr, quraq iqlim yaranmır. Əksinə yağıntılı iqlim formalaşır. C variantı düzgün variant deyil. Cənub yarımkürəsində şimala nisbətən iqlim tiplərinin sayı çoxdur. Xeyr, Cənub yarımkürəsində əksinə iqlim tiplərinin sayı azdır.
Y variantı yağıntıların miqdarı ekvatordan qütblərə qədər artır, yox azalır olacaqdır. Ona görə 19-cu cavabı B variantıdır. 20-ci suala baxırıq. Xəritə sxemaya əsasən buxarlanma və buxarlanma qabiliyyəti arasında fərqin böyük olduğu ərazilər və bunun səbəbi bayaq da dedik, buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərqin böyük olduğu ərazilər quraq ərazilərdir. Ona görə biz quraq əraziləri götürəcəyik. 1, 3 və 5. İllik yağıntıların miqdarı azdır. Yəni 20-ci cavabı A variantıdır. 21-ci suala baxırıq. Sxemə əsasən sutkalıq temperatur amplitudunun ən kiçik olduğu məntəqələri müəyyən edin. Sutkalıq temperatur amplitudu ən kiçik olduğu məntəqələr rütubətli ərazilərdir. 3 və 7-ni götürə bilərik. Yəni həm ekvatorial sahədə, ekvatorial iqlim qurşağında yerləşən ərazilər, qütbləri də götürə bilərik. Amma burada bizə sadəcə 3 və 7-ni verib. 3 və 7-ni götürürük. Doğru cavab kimi 21-ci cavabı A variantıdır. Keçdik 22-ci suala. Kəsmə yüksəkliyi 1000 metr olarsa, atmosfer təzyiqinin doğru göstərildiyi məntəqəni müəyyən edin. Deməli, dəniz səviyyəsində biz bilirik ki, normal atmosfer təzyiqi 760 mm civə sütunudur. Kəsmə yüksəkliyi 1000 metr olduğu isə, yəni biz 1000 metr yuxarı qalxmış olacaq. 1000 metr, buradan bura 1000 metrdirsə, nə qədər düşəcək yuxarı qalxdıqca? 1000 metr olanda 1-0 atırıq da, belə fikirləşək. 1-0 atırıq, 100 mm civə sütunu düşməlidir. Bura 760-dırsa, bura olacaq neçə? 2 olacaq 660, 5 də həmçinin 660 olacaq. Gəlin, baxaq variantlara. Burada 1-i göstərib 660, xeyr, ola bilməz. 2-ni 460 götürüb, yenə bu da səhv cavabdır ki, 660 olmalıdır. 3, 360 götürüb, gəlin baxaq. Buradan bura 1000, 2000, 3000, 4000. 4000 metr olanda 400 mm civə sütunu aşağı düşəcək. Çünki hər 10 metrdə 1 milli düşür, hər 100 metrdə 10 milli düşür, hər 1000 metrdə 100 milli düşür. Və belə də tapa bilərik. Bura oldu, neçə dedik? 0, 1000, 2, 3, 4000. 4000-i 1-0 atırıq 400. 760-dan da 400-ü çıxırıq. O da edəcək neçə? 360. Həqiqətən də düzgündür. 360-dır. 22-ci cavabı C variantıdır. 23-cü suala baxırıq. 20 dərəcə Selsius temperaturda havanın nisbi rütubətliliyi 30%-dən 40%-ə çatarsa, mütləq rütubətlilik nə qədər artar? Burada neçə faiz artıb? 10% artımı biz tapmalıyıq. 20 dərəcə Selsius temperaturda 1 kub metr havada maksimum 17 qram su buxar ola bilər. Yəni 17 qram 100%imizdir bizim. 100%. Bizə 10%-i lazımdır ki, nə qədər artıb tapaq. 10%-i buradan yazırıq. X bərabərdir 17 vurulsun 10 bölünsün 100. O da bərabərdir 1,7. Cavab 1,7-dir. Keçdi 24-cü suala. Kiçik Asiya və Hindistan yarımadalarının iqliminə aid olan ümumi xüsusiyyətləri müəyyən edin. Kiçik Asiya yerləşir subtropik iqlim qurşağında, Hindistan yerləşir subekvatorial iqlim qurşağında. 1. Tropik hava kütlələrinin təsirinə məruz qalırlar. Bəli, düzgündür. Hər ikisi tropik hava kütlələrinin təsiri altındadır. Kiçik Asiya yayda, Hindistan qışda tropik hava kütləsinin təsiri altındadır. 2. Yağıntılı dövrü iyun-avqust aylarıdır. Xeyr, bu səhv cavabdır. Kiçik Asiyada yayda tropik hava kütləsi hakim olduğu üçün quraq olur, yağıntı yayda düşmür. Hindistanda bəli düşür, ona görə biz kini götürmürük. Keçid iqlim qurşağında yerləşirlər. Bəli, subtropik, subekvatorial üsü götürürük. Pambıq becərəlməsi üçün əlverişli şərait var. Bəli, tropik hava kütlələri hökm sürdüyü üçün pambıq becərəlməsi üçün əlverişli şərait var. Həqiqətən də 4 də götürürük. Yayda tropik hava kütlələri daxil olur. Xeyr, bu sadəcə Kiçik Asiyaya aid olan xüsusiyyəti. Hindistanda yayda ekvatorial hava kütləsi hakimdir. Ona görə 5-i götürməyəcəyik. Muson küləklərinin təsiri altındadırlar. Hindistan bəli muson küləklərinin təsiri altındadır. Lakin Kiçik Asiya muson küləklərinin təsiri altında deyil. Onu götürmürük. 24-cü cavabı 1, 3, 4. 25-ci suala baxırıq. Doğru ifadələri müəyyən edin. İqlim qurşaqlarının formalaşması coğrafi yenilikdən asılıdır. Bəli, 25-in biri götürürük. Quruda geniş ərazi tutan iqlim qurşaqlarının daxilində kəskin fərqlər yaranır. Bəli, düzdür. Çünki
okeanlardan uzaqlaşdıqca kontinentallıq artır. 2 düzdür. Sakit Okeanın qərb sahillərində yayı quraq, qışı rütubətli keçir. Xeyr, bu səhv cavabdır. Bunu götürməyəcəyik. Arid iqlimə malik ərazilərdə səhra və yarım səhralar yaranmışdır. Bəli, düzgün cavabdır. Bu da quraq iqlim. Deməli, Avrasiyada mülayim iqlim qurşağı daxilində 3 iqlim vilayəti formalaşır. Xeyr, 4 iqlim vilayətidir. Götürmürük. Subekvatorial iqlim qurşağında yayda tropik, qışda ekvatorial hava kütlələri daxil olur. Xeyr, əksinə yayda ekvatorial, qışda tropik hava kütlələri hakimdir. 26-cı suala baxırıq. Doğru sıraları müəyyən edin. Doğru sıraları müəyyən edin. 1. Zaqatala, Lahıc. Bütün fəsillərdə bol rütubətli soyuq iqlim Böyük Qafqaz tektonik qalxmasına aiddir. Bəli, bir doğru cavabdır. Qeyd edirik. Günnüt qapıcıq, yayı quraq keçən soyuq. Bəli, düzgündür. Orta Araz əyilməsi deyil tektonik zona. Ona görə 2-ni götürmürük. Səhv cavabdır. 3. Talış. Yayı quraq keçən mülayim isti iqlim. Bəli, düzgün cavabdır. Kiçik Qafqaz tektonik qalxmasında yerləşir. Bəli, 3-ü də götürürük. Qanıq əyri çay qışı mülayim keçən yarım səhra və quru çöl. Yarım səhra və quru çöl iqlim deyil. Xeyr, səhv cavabdır. Ona görə 4-ü götürmürük. 5. Qobustan, Abşeron qışı soyuq keçən yarım səhra və quru çöl deyil. Qışı mülayim keçən yarım səhra və quru çöldür. 5-i də götürmürük. Qarabağ, yayı quraq keçən mülayim isti iqlim Kiçik Qafqaz tektonik zonasına aiddir. Bəli, altında götürük. Doğru cavablarımız 1, 3, 6 olacaq 26-cı test tapşırığında. 27-ci suala baxırıq. Xəritə sxemə əsasən uyğunluğu müəyyən edin. 1. Rütubətli dövr. İl boyu rütubətli. Gəlin baxaq. İl boyu rütubətli ekvatorial iqlim qurşağında yerləşən ərazilər A. 1-ə A uyğundur. Sonra D. D də uyğundur. Mülayim dəniz iqlim olduğu üçün il boyu rütubətlidir. D-ni də yazırıq 1-ə. 2, 3. Baxaq görək 2 və 3-ə hansılar aiddir. Yağıntılı dövr deyir dekabr, fevral ayları, yəni qış aylarına təsadüf edir. Y-ni götürə bilərik. Çünki cənub subekvatorialda Y, cənub subekvatorialda yay dekabr, fevral aylarıdır. Cənub subekvatorialda yayda ekvatorial hava kütləsi hakimdir, bol yağıntı gətirir. Yəni Y 2-yə aiddir. B də həmçinin. B subtropik iqlim qurşağında yerləşən ərazidir. Subtropik iqlim qurşağında biz bilirik ki, yayda tropik, qışda mülayim hava kütlələri özü ilə birlikdə yağıntı gətirir. B-ni də bura yazacaq 2-yə. İyun, avqust aylarında deyir bol yağıntı düşür. Bu da mussonların təsiri ilə C. Cənub-Şərqi Asiyada yerləşən ərazi C. Deməli, 1-ə A və D, 2-yə B və Y, 3C. Keçdik situasiya tipli tapşırıqlara. Sizə təqdim olunmuş situasiyanı diqqətlə oxuyun. Gəlin oxuyaq. Verilmiş iqlim diaqramları bunu deyir. 3 işıqlanma qurşağında yerləşən materikin qərbində və şərqində yerləşən adalara aiddir. 3 işıqlanma qurşağında yerləşən materiklər Şimali Amerika və Avrasiya materikidir. Yəni ikisindən biri olacaq. Bu iqlim diaqramları eyni iqlim qurşağında yerləşsələr də il ərzində temperatur və yağıntının paylanmasına görə bir-birindən fərqlənirlər. Bu iqlim tiplərinin formalaşmasında küləklərin rolu böyükdür. Gəlin baxaq. Deməli, birinci diaqrama baxırıq. Birinci diaqramda görürük ki, yağıntılar il boyu bərabər paylanıb. Yağıntılar il boyu bərabər paylanıb. Bu mülayim dəniz iqlim tipinin diaqramıdır. Mülayim dəniz. Digəri isə yayda yağıntılar artıb. Bu da mülayim mussondur. Mülayim musson. Mülayim musson təkcə Avrasiyadadır. Şimali Amerikada deyil. Deməli, biz Avrasiya materikindən danışırıq. Avrasiya materikindən, çünki mülayim musson Şimali Amerikada yoxdur.
1 oldu mülayim dəniz, 2 oldu mülayim muson. İndi gəlin baxaq görək nə deyir bizdən. İqlim diaqramlarının aid olduğu adaların yerləşdiyi okean və iqlim qurşağını müəyyən edin. Deməli, Avrasiya materikindən danışırıqsa, mülayim dəniz, bir də Atlantik okeanı olacaq. Qərbdə çünki mülayim dəniz, Atlantik okean, Avrasiyanın qərbi Atlantik okeanı suları təsir altındadır. Deməli, 1-ə yazacağıq biz Atlantik okeanı. Bir dəqiqə. 1, 2 yazaq buradan. 1-ə Atlantik okeanı, Atlantik okean. 2 də Sakit okeanda, Avrasiyanın şərqində Sakit okean yerləşir. Yazırıq Sakit okean. İqlim qurşağı da mülayim iqlim qurşağıdır. Burada yazırıq mülayim. Mülayim. 28 elədik. 29-a baxırıq. Mətnə əsasən cədvəli tamamlayın. İqlim diaqramlarının uyğun gəldiyi adalar. 1-ə olacaq aid Böyük Britaniya adasıdır. Atlantik okeanı sahilində yerləşən Böyük Britaniya adasıdır. Yazırıq 1, Böyük Britaniya. Britaniya. 2-yə də Yaponiya adasıdır. Yaponiya. Yaponiyanın daha doğrusu Hokkaido və Honshu düşür də ən çox. Hokkaido yazaq onda. Hokkaido. Bir də Honshu. Honshu. Nədir? Burada iqlim diaqramlarının aid olduğu adaların iqliminə təsir edən küləklər. Deməli, 1 olacaq qərb küləkləri. Böyük Britaniya qərb küləkləri təsir edir. Bura yazırıq qərb. 2-yə nə yazacaq? 2 də muson. Bayaq dedik, muson olacaq. Muson küləkləri. Yazırıq muson. Bu da bu şəkildə idi. Keçdik axırıncıya 30. İqlim diaqramlarının aid olduğu ərazilərə uyğun gələn torpaq, landşaft və təsərrüfat sahələrini müəyyən edib yazın. Gəlin müəyyən edib yazaq. 1. Deməli, Böyük Britaniyada qonur və qəhvəyi torpaqlar üstündür. Yazırıq qonur, qəhvəyi. Qəhvəyi. Landşaft olaraq biz enli yarpaqlı meşələri yazacağıq. Enli yarpaqlı meşə. Enli yarpaqlı meşə. Sonra təsərrüfat sahəsi soruşur və ya təsərrüfat əhəmiyyəti. Təsərrüfat əhəmiyyətdə yaza bilər taxılçılıq, südlü qətlik heyvandarlıq yaza bilərik. Südlük, qətlik, heyvandarlıq. Belə axırıcan yazmıram. İkincini də yazaq. İkinci Yaponiyada qəhvəyi torpaqlar üstündür. Qəhvəyi. Landşaft olaraq dəyişkən rütubətli meşələrdir orada. Dəyişkən rütubətli meşələr. Rütubətli meşələr. Təsərrüfat əhəmiyyəti. Təsərrüfat əhəmiyyəti də olacaq çayçılıq, tərəvətçilik, bir də çəltikçilik. Yaza bilərik bunları. Belə. Bu günlük bu qədər. Bu sınağı da bitirdik. Gələn sınaqlarda görüşmək üzrə hər birinizə uğurlar arzu edirəm. Sağ olun.